Hər vaxtınız xeyirli olsun hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün iyun ayının 13-ü, həftənin cümə günüdür və son dəqiqə bir xəbərimiz var. Onu diqqətinizə çatdırırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək İrana getməməyi tövsiyə edir. İran-İsrail qarşıdurması müharibə həddinə keçdiyindən onların həyatları üçün də təhlükə var və buna görə də tövsiyə olunur ki, hələlik vacib olmadığı halda bu ölkəyə getməsinlər. Azərbaycan Xarici İşlər Nazirliyinin demək müraciətində o da qeyd olunur ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın əraziyə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları önəmlidir. Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşımızın Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki baş konsulluğu ilə əlaqə saxlamaları da xahiş olunur deyə Azərbaycan Xarici İşlər Nazirliyinin müraciətində qeyd olunur.